Rabbil alemin ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu aleyhi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Amma ba'd. Değerli izləyicilər, Arafa gününün fəziləti haqqında bəlkə də heç bir yerdə eşitmədiyiniz əzəmətli fəzilətləri danışmaq istəyirəm sizə. Bu haqda istəyirəm sizinə Arafanın fəziləti haqqında geniş məlumat verim. Buxar və Müslimin rivayət etdiyi hədisdə Ömər ibn Xattab radiyallahu anhunun yanına bir Yahudi kişi gəlir. Ona deyir ki, ey möminlərin əmiri, sizin kitabınızda oxuduğunuz bir ayə var. Əgər o ayə Yahudilərə nazil olsaydı, biz həmin günü bayram edərdik. Ömər ibn Xattab soruşur ki, o hansı ayədir? O isə belə cavab verir ki, bu ayədir. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Bugün sizin dininizi kamilləşdirdim, sizə olan neymətimi tamamladım, İslam dinini sizin üçün bəyinib seçdim. Ömər ibn Xattab deyir ki, mən bu ayənin Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olduğu günü də, yeri də yaxşı bilirəm. O gün cümə günü idi və həmçində yer olaraq da Arafada idi və Peyğəmbər sallallahu aleyhi və səlləm Arafada ayaq üstündə olarkən bu ayə nazil olmuşdu. Həmçinin ikincisi Arafada olan gün, Arafada həccilərin olduğu gün və bu gün Arafa əhli üçün bayram sayılır. Arafada olanlar üçün bayram sayılır və çünki Arafa günü, Qurban günü və təşrik günləri İslam əhlinin bayramı sayılır və həmin günlər yemək içmək günləridir. Necə bu haqda sünən sahibləri rivayət etmişdilər. Ömər ibn Xattab başqa rivayətdə buyurur ki, o ayə Əl-yevmə əkməltu ləkum dinəkum ayəsi cümə günü, Arafa günündə nazil oldu. Allaha həmd olsun ki, hər ikisi də bizim üçün bayramdır. Həm cümə günü, həm Arafa günü. Eləcə də Arafa günü Allah Azze və Cəllənin and içdiyi bir gündür. Allah Subhanahu və Teala Quran-ı Kərimdə buyurur ki, Buruc surəsi 3-cü ayədə və şahidin və məşhud, and olsun şahidlik edənə və şahidlik olunana. Şahidlik edən cümə günüdür. Şahidlik olunan isə Arafa günüdür. Başqa rivayətdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَالْيَوْمِ الْمَوْعُدْ and olsun vəd olunmuş günə, yəni qiyamət gününə Allah təala and içir və buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem يَوْمِ الْمَوْعُدْ vəd olunmuş gün qiyamət günüdür. Məşhud, şahidlik edən gün Arafa günüdür, şahid isə cümə günüdür. Bu hədisədə İmam Tirmizi Allah ona razı olsun rivayət etmişdir. Şeyx Əlbani hədisə sənləşdirib. Eləcə də həmçinin Allah Subhanahu və Teala'nın and içdiyi və şəf'i vəl vatr, and olsun cütə və təkə, Fəcr surəsi 3-cü ayədə keçir. Buyurur ki, İbn Abbas, cüt qurban günüdür, tək isə Arafa günüdür. Yenə uca Allahın and içdiyi əzəmətli gün. Eləcə də bunu İkrimə və Dahhak rivayət etmişdir. Həmçinin də fəzilətlərdən dördüncüsü, bugün də tutulan oruc 2 ilin günahlarına kəffarədir. Əbu Qatadə, Allah ona razı olsun, rivayət edir ki, Arafa günü kim oruç tutarsa, bir il keçmiş, bir il gələcək günahlarına kəffar olar, günahları təmizləyər. Bu hədisi də Müslim rivayət etmişdir. Həmçinin həcdə olanlara gəldikdə, həcdə olanların Arafa günü oruç tutması icazəli deyil. Bu haqda qadağan vardı olmuşdur. Lakin həcdə olmayanlara müstəhəbdir ki, borcu tutsunlar ki, bu boyda əzəmətli fəziləti əldə etsinlər. Eləcə də Arafa gününün 5-ci fəzilətinə gəldikdə Allah Subhanahu və Teala Adəmin zürriyyətini onun belindən çıxardıb əhd aldığı gündür Arafa günü. İbn Abbas, Allah ondan razı olsun, rivayət edir ki, Allah Subhanahu və Teala Adəmin belindən Arafa günündə zürriyyətini çıxartdı, onlardan əhd aldı ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar da dedilər ki, bələ, əlbəttə və şahid olduq. Buna görə də qiyamət günü insanlar görsən, deyəcək ki, biz bundan qafil idik. Və həmçinin Arafa günün fəzilətlərindən altıncısı, bu hədisədə daha doğrusu İmam Əhməd ibn Həmməd rivayət etmişdir. Öz Musnədində Şeyx Əlbani hədisi səhihləşdirmişdir.
Fəzilətlərdən 6-cısına gəldikdə günahların bağışlandığı və cəhənnəmdən azad olma və həmçində Arafa əhlinin Arafa əhlinin Arafada durduğuna görə Allah Subhanahu taala mələklər məclisində Arafada olanlara görə fəxr etməsi. Müslimdə keçən hədisdə Ayşə radiyallahu anhə rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu: Allahın qulunu cəhənnəm odundan Arafa günündəki qədər çox azad etdiyi ikinci bir gün yoxdur. Ona görə də Arafa günü Allah Subhanahu wa Taala mələklərdən soruşar ki, bəndələrim nə istəyir? Və mələklər də deyərlər ki, səndən bağışlanma istəyir. Allah Subhanahu taala onları orada bağışlayır. Ona görə Arafa günü Arafada olanlar arasında bir bağışlanma günüdür. Həmçinin də Peyğəmbərimiz, daha doğrusu İbn Ömərdən rivayət olunan hədisdə Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, Uca Allah Arafa günü axşamı Arafa əhli ilə mələklər arasında fəxr edərək buyurar: mənim qullarıma baxın, mənə tərəf saç saqqalları dağınıq, toz torpaq içində gəliblər. Ona görə dəyərli izləyicilər, Arafa günü çox fəzilətli bir gündür. Çalışın ki, bu günü oruç tutun və bu günü həmçində zikirlə, təkbirlə tamamlayın. Selamun aleyküm və rəhmətullahi və barakatuhu.